Salam dəyərli izləyicilər, bu günlər maraqlı bir dənə keks hazırlamışam. Deməli, bizim bu keksimizin hardasa deyim resepti var, oradan götürmüşəm, xeyr. Deməli, 2 keksin, 3 keksin hardasa birləşməsidir bu. Yəni, özümdən fikirləşmişəm, onu qatım, bunu qatım, bunu əlavə eləyim və bir dənə gözəl, qəşəng keks ərsiyəyə gətirmişəm. Ona görə də bu keksimizin adını Metis keks qoymuşam. Siz də bu cür gözəl kekslər hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləyin. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 1 stəkan dolu çiyələk mürəbbəsinin suyunu əlavə edirəm. İstənilən mürəbbədən də istifadə etmək olar. 1 dolu çay qaşığı çayını soda, 4 ədəd də yumurta. Bunları qarışdırıram. Deməli, mikserə ehtiyac yoxdur burada. Elə sadəcə əllə qarışdırsanız kifayət eləyir. Bunları qarışdırandan sonra üzərinə yarım stəkan duru yağ əlavə edirəm və 2 ədəd yetişmiş yumuşaq banan. Bunu da çəngəllə əzib əlavə edirəm qarışımın içərisinə və yenidən qarışdırıram. Tam bir-birinə qarışandan sonra üzərindən ununu əlavə edirəm. Burada unumuz bizim 2 stəkan dolu undan istifadə eləmişəm. Unu da əlavə eləyəndən sonra əziz xanımlar, əllə yenə qarışdırıram. Burada ona görə çayını sodadan istifadə eləmişəm ki, xəmirimizin istər-istəməz adi klassik biskvit kimi yüngül xəmir olmadığına görə buna qabartmanın tozunun gücü səndiyən ilə də çatmaz. Ona görə mən buna çayını sodadan istifadə eləmişəm. Yəni heç də narahatçılığa səbəb yoxdur. Çayını sodanın iyi ətri gəlmir də, yəni dadı belə deyək. Unu da qarışdırandan sonra üzərinə hardasa 70 qram, 80 qram belə kərə yağını mikrosobada yumşaltmışam. Tam əridib dağ eləməmişəm. Əlavə edirəm qarışımın üzərinə. Sonda yarım stəkan, mən burada damla şokoladdan istifadə eləmişəm. Yəni şokoladını biraz da artıq eləmək olar. Bunu da qəşəng qarışdırıram bir-birinə. Yerləşdirəcəm bunu bir dənə bu formada silikon qabdır. Bax belə bu qaba yerləşdirirəm. İndi sizdə yoxdursa belə qab heç bir problem yoxdur. Adi listədə yerləşdirə bilərsiniz. Ölçü olaraq məsəl üçün 25-in 25 olan listə və yaxud kvadrat listə və yaxud yumru diametri olan məsəl üçün 24-23 diametrli bir tavaya da yerləşdirsəniz, yəni hündürlük olaraq yaxşı keks əldə etmiş olarsınız. Əlavə eləyəndən sonra bunu da qabın içərisinə burada çiyələk buzluqdan çıxartmışam. Yəni təzə çiyələk, təzə məsəl üçün hansı varinadan, mürəbbədən üzr istəyirəm istifadə edirsinizsə, onun da meyvəsindən əlavə eləyə bilərsiniz bu keksin içərisinə. Mən çiyələk mürəbbəsindən istifadə elədim deyə çiyələklərin özlərindən də istifadə elədim, amma bizdə çiyələyimiz buzluqdan çıxıb. Yəni təzə olsa da olar, buzluqda olsa da olar. Ötürürəm sobaya, 180 dərəcəli sobada hardasa bizim bu keksimiz 40 dəqiqə, 45 dəqiqə vaxt aparır bunun bişməsi. Bişib-bişməməsini də gördüyünüz kimi taxta çöplə yoxlayıram. Üzdən baxanda bişmişə oxşaya bilər, amma məsəl üçün içində yumşaqlıq qalır. Mütləqdir ki, çöplə yoxlayasınız. Tam hazır olandan sonra çıxardarsınız. Keksimiz gördüyünüz kimi hazır oldu və çox da rahat, gözəl bu silikon qabdan da bunu çıxartmaq olur. Heç bir əziyyəti yoxdur. Mükəmməl bir dənə keks alınıb əziz xanımlar. Həm ətri, həm görünüşü, həm yumşaqlığı, çox gözəl keks alınıb. Buna ki, sonradan hazır elə bir unu qatandan sonra yağı qatmışam bura kərə yağına. O xüsusi bunun elə bir keksin tərkibini gözəlləşdirib. Sonda da üzərinə şokolad ərinmiş əlavə eləyirəm. Gəzdirirəm. Şəkər pudrasından da istifadə edə bilərsiniz. Şokoladın ərinməsini də səhifədə göstərmişəm. Yəni adi şokoladı qaymaqda mən əridirəm. Hər dəfə belə istifadə edirəm. Tortlara da, keksə də, yəni mənə lazım olanda bu formada şokoladı əridib istifadə edirəm. Soğuyandan sonra qəşəng kəsib servis edirəm. Gözəl, yumuşaq keks əldə etmişəm əziz xanımlar. Mükəmməl dadı var. Hətta bu keksin orta hissəsi var, o çökək təndir kimi olan hissəsi. Oranı da şokolad doldurmaq olar. Kəsəndə elə bir şokolad axıb dağılsın, yəni biraz da bol şokoladlı olsun. İnşallah ki, bəyəndiniz. Zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. Hələlik.